Değerli kanal izləyicilərimiz, Masazların düz girişi Bakı-Sumqayıt yoluna yaxın 5 otaq sənədləri qaydasında olan, yəni kupçalı, böyük həyətlə, yəni evin qabağında da yeri var, yanında da yeri var. Evin üz görünüşüdür, cütdaşla tikilib, mərtəbələr arası monolit beton, yerdən kürsülü və evin bu hissəsində də əlavə torpağı var. Bu hamısı bir yerdə 3 sota yaxın torpaqdır. Hətta darvazanın çölünün 2 maşın saxlamağa da əlavə yeri var. Masazırda kupçalı, belə bir gözəl 5 otaq evlərin sayları çox məhdud sayda olur. Az halda satışa çıxır. Özü bu cürlə böyük torpaqla. Qiymət 165 min manat, endirim olunacaq. Həyət doğrudan da böyükdür. Yəni həyətdə hər bir şərait yaratmaq olar. Təmiri yenidir, təmirdən sonra yaşayış olmayıb. Dərhal alıb köçmək mümkündür. İkinci mərtəbə qalxan pilləkəni görürsünüz. Pilləkənə işıq düşsün deyə şəbəkə pəncərə də quraşdırılıb. Tavan fiqurla işlənilib. Pilləkənin altında boş bir ərazisi var. Lazımsız əşyalar gələcəkdə yığmaq üçün. Evimiz 5 otaqdır. 5 otaq. 4 ədəd yataq otağı var. Bu qonaq otağıdır. Qonaq otağı gördüyünüz kimi tam hazır vəziyyətdə. Döşəmə qranitli, altı isti döşəmədir. Dəhlizdə də o qaydadadır. Qonaq otağının ümumi aboy divar kağızı seçimi də zövqlü seçim olub və burasında da belə bir twist hissəsi var. İşıqlı evdir. Böyük həyətli evdir. 165 min manata təklif olunur. Alıcıya yerində baxdıqdan sonra müəyyən qədər də indirim olunacaq. Telefonda qiymətlə bağlı hər hansı bir söz soruşmağına dəyməz. Çünki qiyməti alıcı evə baxandan sonra, qəti fikrə düşəndən sonra ev sahibi tərəfindən endirilmiş qiymət təklif olunur. Bu da mətbəxidir. Mətbəxi doğrudan gözəldir, genişdir. Burada da döşəmə qranitdir, yataq otağında da döşəmə qranitdir. Birinci mərtəbədə yataq otağı var. Bunu vurğulayım ki, birinci mərtəbədə yataq otağı var. Belə birinci mərtəbələrdə yataq otağının olması mükəmməldir. Yəni yaşlısı olan, körpəsi olan, ikinci mərtəbədə yataq otağından istifadə etmədən, yəni bu otaqdan istifadə edə bilər. Hətta lazım olsa, yataq otağı kimi yox, böyük bir qardirob otağı kimi də istifadə etmək olar. Videonu bəyənin, şərh bölməsində şərhlərinizi qeyd edin. Kanalımıza abunə olun, belə gözəl həyət evlərimiz satışa çıxanda məlumatlı olasınız. Mərtəbələr arası monolit betondur. Sona qədər cütdaşla tikilib, ən əsas odur keyfiyyətə önəm verilib. 5 otaqdır, 5 otaq. Hər mərtəbənin özünün ayrıca hamam otağı da var. Pəncərə, balkona çıxan hissəsidir. Bir-bir yataq otaqlarını göstərin. Belə bir yataq otağıdır, tam təmir. Yataq otağı genişdir. Baxın, bu yataq otağı da genişdir. Yataq dəsti burada tam şəkildə yerləşəcək. 165 min manata Masazırın girişində 3 sota yaxın torpağın üzərində 5 otaqlı həyət evi təqdim edirəm sizlərə. Yəqin ki, gördüyünüz evdən razı qaldınız. Kanalımızı bir daha vurğulayın. Abunə olun, bəyənməyi də unutmayın. Sonra izlədiyiniz üçün təşəkkür edirəm.